TikTok videolarına qalıcı gerçək bəyənilər necə vurulur? Dostlar, bilginiz olsun, bu videoda sizə heç bir bot yöntəmi göstərməyəcəm. TikTok bəyəni hiləsi dedikdə hiləsiz bir şəkildə nəzərdə tuturuq. Yəni heç bir hiləyə ehtiyac olmadan siz də şifrəsiz bir şəkildə videolarınıza bəyəni və baxış göndərə bilərsiniz. Bəs necə olur ki, videolarımıza bəyəni və baxış gəlir? Dostlar, sizin videonuz reklam olaraq insanların qarşısına çıxır. Yəni bot izlənmə olmadan, süni yüksəltmə olmadan gerçək bəyəni və baxışları videolarınıza göndərə bilərsiniz. İndi isə gəlin sadə addımları sizlərə göstərim. Videonu sona qədər izləyin. Dostlar, ilk öncə TikTok hesabınıza gəlirsiniz. Gördüğünüz gibi mənim videolarımı burada görürsünüz. Baxın, videolarımda bəyəni sayında görürsünüz, yorum sayında görürsünüz. Bunların hər biri gerçək baxış və bəyənilərdir. Siz də bu şəkildə yüksəldə bilərsiniz. Heç kim ağız açmadan çox sadə bir şəkildə. Sadəcə 5 dəqiqədə. Gəlirsiniz, video linkinizi kopyalayırsınız. Video linkinizi kopyaladıktan sonra Google'a gəlirsiniz. Takipçi.com yazırsınız. Saytın adını yazan kimi sayta daxil olmağa tələsməyin. Çox sürətli bir şəkildə necə edə bilərsiniz göstərəcəm. Yəni videonu sonuna qədər izləyin. Səbirli olun, zəhmət olmasa. Sayta daxil olduqdan sonra TikTok paketlərinə daxil olursunuz. Buradan TikTok takipçi xidmətlərindən də istifadə edə bilərsiniz. Bəyəni xidmətlərindən də, baxış xidmətlərindən də. Deyək ki, gəldik biz buradan TikTok bəyəni xidmətlərinə daxil oldunuz. Buradan istədiyiniz paketi seçərək güvənlə heç bir yerə şifrə daxil etmədən, yəni məlumatlarınızı daxil etmədən, sadəcə video linkinizi daxil etməklə videolarınıza bəyəni və baxış göndərə bilərsiniz.